Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Ekrana yaxın əyləşin, ən son məlumatı diqqətinizə çatdıracağım. Hörmətli həmvətənlər, əziz tamaşaçılar, 25 dekabr 2024-cü il tarixində baş vermiş təyyarə qəzası xalqımızın yaddaşında dərin kədər, ağır sarsıntı və böyük itki kimi həkk olundu. Bu faciə təkcə bir uçuşun dayanması deyil, ailələrin ümidlərinin qırılması, doğmaların itməsi və hər birimizin ürəyində iz qoyan böyük bir dərddir. Bugün biz dövlət və xalq olaraq bir daha həlak olanların müqəddəs xatirəsi qarşısında baş əyirik. Allah bütün rəhmətə gedənlərə rəhmət eləsin, məkanları cənnət olsun. Dövlətimiz və müvafiq qurumlarımız həmin gün ilk andan etibarən prosesə cəlb olunmuş, xilas etmə, araşdırma və dəstək tədbirləri ən yüksək səviyyədə həyata keçirilmişdir. Məqsəd bir idi: İnsanlarımızın yanında olmaq, ailələrə dayaq durmaq, hüquqi və mənəvi dəstəyi davamlı təmin etmək. Bu istiqamətdə işlər bugün də ardıcıl surətdə davam etdirilir. Əziz həmvətənlər, bu faciə bizə bir daha göstərdi ki, insan həyatı müqəddəsdir. Təhlükəsizlik, məsuliyyət, qayğıkeşlik, bunlar sadəcə söz deyil, gündəlik fəaliyyətimizin əsas meyarı olmalıdır. Hər bir qurum, hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti dərk etməli, həyatının vətəndaş qarşısında nə qədər həssas olduğunu unutmamalıdır. Ağır itki yaşayan ailələrə səbir, dözüm və möhkəm iradə arzulayırıq. Bilin ki, dövlətimiz, cəmiyyətimiz, xalqımız həmişə sizin yanınızdadır. Yaralılara Allahdan şəfa, tezliklə sağlamlıqlarına qovuşmağı diləyirik. Biz bu kimi sınaqların qarşısında yalnız bir olarkən bir-birimizə dayaq olanda güclü qalırıq. Xalqımızın birliyi, dövlətçiliyimizə sədaqət və insanlara olan diqqət bizim ən böyük dəyərimizdir. Bütün Azərbaycan xalqına dərin hüzünlə başsağlığı veririk. Ruhları şad, xatirələri hər zaman əziz olsun. Allah rəhmət eləsin. Diqqətiniz üçün minnətdarım.